Bizdəkilər ki deyirlər, salam verməyin bidətçilərə, onlar 2 nəfəri nəzərdə tuturlar. Və onların dalınca gedənləri. Elə bil, Allahül Müstəan, bidətçi deyiləndə ancaq bunlardır. Selamun Aleyküm ve Rahmetullah Şeyh. Aleyküm salam. Şeyh, bir nəfər var, deyir ki, siz 2 nəfərə görə cemaatdan, bidət əhlindən salamı kəstirirsiniz. Bu doğrudurmu Şeyh? Bilirsiniz, elhamdülillah, birinci neçə nəfərə görə lazımdır. Birdən 3 olsa, o nədir? Cəmaatın başına alırlar. Məyər saylandır. Yəni, birinci, o 2 nəfər ayrı, o birisilər də ayrıdır. O 2 nəfəri tərifləyənlər var. Özü də bilirsiniz tərifləyərlər, bilirlər ki, onlar problemdirlər. Əgər adam bilir ki, o azıb və çıxır onu tərifləyir, hər adama salam verərlər. O sadəcə publika işləyir cəmaata. Gör ki, bu nəsə tapmaca tapdı da təzə. 2 nəfər, birinci, sən orada bilirsən 2 nəfərdir. Bəlkə də çoxdur. Olan problemi odur ki, onlar bu məsələlərdən danışmırlar. Danışsalar, eyibləri çıxacaq. Və həmçinin hətta danışmasalar da, onlar bilirlər ki, o 2 nəfərdə böyük problemlər var. Onlar əslən sələfi deyil, xavariclərdir. Cürbəcür sadəcə cümlələrlə özlərini gizlədirlər. Amma problem odur ki, o başqaları bilirlər. Ya savadsızlar, başları çıxmır, ya da bilə-bilə susurlar onlar barədə. Onları məsləhət görürlər. Hələ adamlara düzgündür salam vermək. Biz də özü də salamı mütləq şəkildə kəsməmişik ki, sıravi qardaşlardır və s. Allah bizim qardaşlarımız, biz onlara salam veririk. Bizim əsas problem nədir, sələflərin? O, ilən ki, 2 nəfərdir. Bəlkə də neçə nəfərdirlər onlar. Kim ki, onların ətrafındadır, kim onlardan danışmır, onlardan çəkindirmir, onların zəlalətlərini bilir, onlardan çəkindirmir, hələ özü böyük problemdir də. Bu, özü problem deyil, 2 nəfər qoy qırağı. Yəni, elm tələbəsi nə üçündür? Bir dənə dastamazdan danışmaq zat? Hələ deyil axı. Elm tələbəsi həmçinin cavanları, müsəlmanları qorumalıdır zəlalət yollardan. Bəyənləməlidir olan halın. Aydındır. O, mən eşitdim ki, o sonra müqayisə eləyib, o Kəb ibn Məliklə, sahabinə, deyir, o günah idi. Əgər günaha görə salam tərk olundusa, bidətə görə necə? Hansı ki, böyük günah sahibi bidətçidən yaxşıdır. Bidət daha təhlükəlidir, böyük günahdan. Aldadı da, yəni, tapmaca tapır. Belə ola bilər, indi nəsə belə qəribə sözlər işlədir. Ayı zad gətirir. Yasin vəl Quran-ı Həkim. Ola bilər, ayı da gətirsin, publika işləyir. Boş söhbətdir. Bəli, biz bidət əlinə xüsusən o cür təhlükəli adamlardan çəkindiririk, çəkindirəcəyik. Bu bizim mənhəcimiz Əhlüsünnə vəl Cəmaatın. Aydındır. Sonra həmçinin müqayisə edir məscid imamlarla. Məscid imamlarla da biz demək olar ki, çəkilirik onlardan. Çünki onlar da bidət əhlidir əslində. Yəni, maturidilərdir, onların içində sufiləri var və elələr var, sələflərlə düşməndirlər. Onların da içində avamları da var. Biz avamlara salam veririk. Fərqi yoxdur, məscid imamıdır və s. Amma o aktivlər ki var, elmlilər, ədavət göstərir və s. Onları tərk edirik salamı. İstəyir kim olsun. Aydındır. Müqayisə alınmır. Müqayisə düzgün deyil. Aydındır. Həmçinin onlar belə təhlükəli deyil bizə. Bizə təhlükəli kim sələfi adına xavaric fikirləri yayır. Onlar bizə daha təhlükəlidir. Aydın biz onları bilirik də. Bu hizbilər belə şübhələr atır. Hizbilər belə şübhələr atır. Sururilər və s. Bu üslubda şübhələr atırlar. Aydındır qardaşlar. Yəni, diqqətli olmaq lazımdır. Diqqətli olmaq, oyaq olmaq lazımdır, xüsusən indi. Aydındır. Allah sizdən razı olsun.